Hess qanunu nədir uşaqlar? Məsələn, bax, sizə bir şey deyim. Deyək ki, bir dənə reaksiya yazırıq. Deyək ki, qoy yazım. Oksigen, karbon qazı və su. Əmsalla, məsələ hökmən əmsaldan ibarətdir. Da tez-tez yazıram, demirəm bura niyə altı düşdü, onu bilirsiniz. Fikrim burada olsun. Qaydanı bir dənə deyim, sonra tərtib edəyəm. Hess qanunu əsasən bu reaksiyanın istilik effektini tapmaq üçün məhsulların istilik effektlərinin cəmindən ilkin maddələrin istilik effektlərinin cəmini çıxmaq lazımdır. Məhsulların istilik effektlərinin cəmindən ilkin maddələrin istilik effektlərinin cəmini çıxmaq lazımdır. Bəsit maddə nəzərə alınmır. İndi nə deyirəm? Məsələdə verilib bu reaksiya. Deyir, karbon qazının əmələ gəlmə istiliyi, məsələn deyirəm, 100-dür. 100 kilojoldur da, kilojol bölü mol. Bunun əmələ gəlmə istiliyi, yəni 1 moluna görə 100-dür. Onda istilik effekt neçə eləyəcək? Bunun istilik effekti elədir 400. Bunun əmələ gəlmə istiliyi Nuray 50-dir. İstilik effekt neçədir? 300. Ay bala, 1 mola görə 50-dir də. 1 mol əmələ gəlmə 1 mol, 6 mola görə necə? 300. Zəhra, bunun yanma istiliyi 100-dür. Bunun yanma istiliyi 100-dür. İstilik effekt neçədir? İstilik effekti olur 200. 200. 1 moluna görə 1 moluna görə 100. 2 moluna görə 200-dür. Bu reaksiyanın istilik effektini tap. İstilik effektini tapmaq üçün məhsulların istilik effektlərinin cəmindən ilkin maddənin istilik effekti çıxırıq. Bəsit maddəyə baxılmır. Bəsit maddənin əmələ gəlmir ki, yanmır ki, o sadəcə istifadə olunan maddədir. Bildiniz nə deyirəm? Yox, hələ var. Məhsulların istilik effektlərinin cəmindən ilkin maddələrin istilik effektlərinin cəmini çıxmaq lazımdır. Bu aydın olmayan ki, məsələn, nəsə varsa desin. Yəni, bunun əmələ gəlmə istiliyi 100 desə, durub üstünə 100 yazmır. 400. Axı, mən deyirəm ki, reaksiyanın istilik effektini tapmaq üçün məhsulların istilik effektlərinin cəmindən oranı çıxıram. Demirəm ki, əmələ gəlmə istiliyindən çıxıram. Yəni, istilik effektini tapım ki, istilik effektlərinin cəmindən onu çıxım. Bu bir. İndi, demək sonra nə deyirəm? Kimyəvi deməli, rabitə enerjilərinə görə baxmaq. Məsələn, deyək ki, yazıram. Hidrogen, üstəgəl, azot alınır NH3. Məsələdə hökmən, əmsal, hökmən. Kənarda özü verilir məsələdə. Məsələn, azotla azot arasında rabitə enerjisi nəsə bir rəqəm verilir. Deyək ki, A yazılıb, ya 10 yazılıb, ya 15 nəsə yazılıb. Azotla hidrogen arasında B verilir. Hidrogenlə hidrogen arasında C verilir. Deyir, bu reaksiyanın istilik effektini tap. Qayda budur. Reaksiya daxil olan maddələr və əmələ gələn maddələrin rabitə enerjiləri verilibsə, bu reaksiyanın istilik effektini tapmaq üçün qayda həmin qaydadır. Məhsulların rabitə enerjilərinin cəmindən ilkin maddələrin rabitə enerjilərinin cəmini çıxmaq lazımdır. İstilik effektində də belə edir. Məhsulların istilik effektlərindən ilkin maddələrin istilik effektlərinin cəmini çıxmaqla istilik effektini tapırıq. Məhsulların rabitə enerjilərinin cəmindən sol tərəfdəki maddələrin rabitə enerjilərinin cəmini çıxmaqla istilik effektini tapırıq. Buna görə gərək biz bunların rabitə dərsindən bildiyimiz rabitə kimi yazaq. Hidrogen belə yazılır. 3 mol hidrogen. Üstəgəl azotu da bilirik, 3 qat rabitə. Əmələ gəlir 2 azot, 3 dənə də hidrogen. Xatırlamaq üçün elə belə deyirəm ki, azot ammoniakdakı azot sp3-dür, 4 orbital var. Nuray, 4 orbitaldan 3'ü hibrid orbitalları rabitə əmələ gətirir. Bu elə bir əvvəlki dərslərdə sadəcə xatırlatdım. İndi mənə deyir, sağın rabitə enerjilərinin cəmindən solu çıxım. İstilik effektini tapmaq üçün. Sağda görüm nə var? Möhtərizə açın birinci. Azotla hidrogen arasında 1 dənə, 2 dənə, 3 dənə, vur 2. 6 dənə rabitə var. Azotla hidrogen arasında biri B'dir. Amma 6 dənə rabitə var. 6B. Başqası yoxdur? Sağda qutarını heç möhtərizə açmayın. Sağdakı rabitə enerjisindən çıxarım, solun cəmini. Solda nə var? Hidrogenlə hidrogen arasında 1, 3. 3A. Yox, 3C. Burada hidrogenlə hidrogen arasında bir dənəsi C'dir də. 3 dənəsi 3C. Sonra burada nə var? Üstə gəl. Azotla azot arasında yoxdur. Elə bir dənəsi A'dır. 3 qatın bir dənəsi A'dır. A. Məhsulların rabitə enerjilərinin cəmindən, ilkin maddələrin rabitə enerjilərinin cəmindən çıxmaqla istilik effektini taparıq. Mən bu hər ikisinə aiddir. Yəni elə bir soldakı hər ikisinin enerjisini. Soldakıların hamısını çıxaram. Sağdakılar nə varsa, indi birini də yazacağım bundan. Aşağıda da bilirsiniz də 6B, çıx 3C, çıx A. Mən bunun nəyini tapdım? İstilik effektini tapdım. Birdən mənə deyər ki, bunun entalpiyasını tap. Mən istilik effektini tapandan sonra bunu mənfiyə vuracağım. Mənfi 6-5-də Nuray, bura fikir ver. Yəni necə? Bu mənfi olacaq. Entalpiya ilə axı Q əksidir də bir-birinə. Əksinədir.
Bayaq tapdığım Q idi. Bu unsuz Q idi. İndi entalpiya deyəndə buna vur. Bu eləcə delta H. Yəni ki, bu müsbət olur, bu müsbət olur, bu elə mənfi olur da. Yəni 3C üstə gəl A, çıx 6B. İndi bir dənə də bundan üzvü kimyaya aid olan hissəsi verim. Eyni məntiq daha, başqa heç nə yoxdur. Bax, məsələn, deyir ki, məsəl üçün deyirəm, C2H2 üstə gəl, 2 dənə H2. Alınır C2H6. Yenə kənarda verilir. Karbonla karbon arasındakı rabitə enerjisi məsələn deyəndə bu verilib A-dır. Karbonla bir dənə karbon arasındakı bu verilib B-dir. Karbonla hidrogen arasında bu verilib C-dir. Hidrogenlə hidrogen arasında D-dir. Məsəl üçün rəqəmlə yazmamışam, belə yazmışam. Tez deyirəm birinci rabitələr şəklində yazaq. Karbonu 2 dənə Bax, yazırıq. karbon 2 dənə. Hidrogenlər 2 dənədirmi? Bəli, hərəsindən Biri bu ortaya nə necə Sözlükdə. çıxır? 2, 3-dür. Rabitə dərsi ilə bağlıdır. Üstə gəl. 2 dənə hidrogen bir valentlidir. Əmələ gəlir. 2 dənə hidrogen. Üstünə 3 dənə 3 dənə hidrogen. 3-ü buna. Ortaya da bir dənə xətt. O hansı Hansı maddədir bu bildiyin görə üzvü kimi təzə keçmişdir? C2H6, ikincidir metan etan. Etan. C2H6-da etan. İndi deyirəm istilik effektini tapmaq üçün məhsul görün nə var? Karbonla karbon arasında bir dənədir. Bir dənə. Neçədir bu? B. Sağda var B. Başqa görün nə var? Karbonla hidrogen arasında neçə dənə? 6. Bir dənəsi C-dir. 6C. 6C. Başqa yoxdur ki. Xeyr. Tutardım. Sağdan. Çıxaram, bir dənə baxaq. Başdakıları. Solda nə var? Karbonla karbon arasında 3 qat nədir? 3A. Bir dənə Bir dənə A. 3 qat bir dənə A. Hə. A. Başqa nə var? Axırı saxladıq onu. Sağdan solu çıxıram da, sağı tapdım, indi solu. Solda Solda nə var? Karbonla hidrogen arasında 2 dənədir. Bir dənəsi BC-dir. Olacaq 2C. Hələ yenə var. Solda bunu yazdım. Başqası da var axı, üstə gəl. Bununla bunun arasında 2 dənə. Hidrogenlə hidrogen arasında C-dir. 2D. Bu da 2D. Bunu da açarsız, taparsız Amma hesablayasınız. mənfiləri yerinə alışır. Bu çıx olduğuna görə çıxar, çıx 2C, çıx 2D. Aydın oldu nə dedik? Təbiəsi onun mənfisi. Yəni istəyir reaksiyada istilik effektlər verilsin, istəyir rabitə enerjilər verilsin. Cümlənin sonunda deyir ki, bu reaksiyanın istilik effektini tap. Neynəyəcək? Sağ tərəfdəki rabitə enerjilərin cəmindən ilkin maddələrin rabitə enerjilərin cəmini çıxırıq və ya sağ tərəfdəki istilik effektlərin cəmindən sol tərəfdəki maddələrin istilik effektinin cəmini çıxmaq lazımdır. Bura qədər aydın oldu mu? Birincidə də hamısının moluna görə hesablayırdıq da. O birinci hesab. 1 vur 2, 2-dir. Mən bir söz deyim, məsələn üçün orada C ilə karbonla hidrogen arasında yazmışsa, o da bərabərdir C-yə yazmışsa. Bir dənəsi C-dir. Axı burada Məsələn, 6 onun dənədir. qabağına 2 2 yazsaydı. olsaydı 6 vur 2, 12. Bir dənəsi için C'dir də. 12 dənəsi için 12 C olur. Amma məsələn, şərtdə 2 versəydi, o da C bölsə 2 ilə gedəcəkdik biz. Şərtin özündə 2 versəydi. Nə bileyim. Yazıram karbon üstə gəl. Elə testdəkilər nə var onu yazdım. CO2. Karbon üstə gəl. 2də 1 oksigen. Birinci bunu yazdım testdəkini. CO. CO üstə gəl. 2də 1 oksigen alınır CO2. Məsələn, mənə verir ki, bunun istilik effekti Q1-dir, bununki Q2-dir, bununki Q3-dür. Məsələn, mənə deyir Q1 nəyə bərabərdir? Məsəl üçün tapaq. Bu 3 reaksiyadan biri əsas reaksiya tənliyidir. Mən bu üçünün içindən əsas reaksiya tənliyi necə tapıram? Qulaq as. 3 reaksiyadan əsas reaksiyanı necə tapıram? Birinin sağında olanla tərəf-tərəfə toplayıram. Tərəf-tərəfə toplamaq nə deməkdir? Birinin sağı ilə o birinin solunda olan, eyni olan ixtisar gedər. O eyni tərəfdəkilər ixtisar getməz ha, oksigenlər getməz. Birinin sağı ilə o birinin solunda eyni olan nədir? Bunlar da hesab belədir. Hə, birinin sağı ilə birinin solunda olan ixtisar gedir. İndi bu deyə bilməzsən ha, CO2 ilə CO2 gedər. Amma eyni tərəfdə də sağ tərəfdədir. Diqqətiniz burada olsun. Diqqətlə bura bax. Birinin sağı ilə birinin solunda olan ixtisar gedər. Baxıram ki, fərqi yoxdur, ola bilər buradakılar burada olsun ixtisara və burada ancaq mən bu iki reaksiyayı əldə etdim. Bunu əldə etmədim ki, bunun sağındakı heç birinin solunda yoxdur, bunun solundakı heç birinin sağında yoxdur. Mən bu iki dənəsini əldə edib ixtisar apardım da əldə etmədiyimi alaram. Görüm düzdürmü? Mən bu ikisini cəmləsəm bunu alarıqmı? Bir dənə karbon üstə gəl. Yarım oksigendən yarım oksigen, bir oksigen alınır. Bu gedib baxın, qalıb bu. 2 dənə əl vurduğumu toplasam qaldı bu. Deməli fikir verin. Mən bu reaksiyanı tapmaq üçün 2 reaksiyanı cəmlədimmi? Bəli. Mən bunun, bu cəm deməkdir. Bunun istilik effektini tapmaq üçün da
X-in istilik effektini cəmləməliyəm. Özümüzü düzdür çıxır. Yox. Bir reaksiyanı tapmaq üçün X-in cəmlədimsə, bunu istilik effektini tapmaq üçün X-in cəmləyəcəm. Q2-ni istəsə deyəcəm Q1 çıx Q2 olacaq. Əsas reaksiya tənliyi hansıdırsa, o digər iki reaksiya. Onu da özümüz tapacağıq, müəllim. Onu da özümüz. Hansını əl, bu ikisini əl vurur ixtisar apardıqda, bu əl vurmalı, bu cəmləsəm alacaq. O əsas olur ixtisar olmayan. Və yaxud məsələn mənə deyər ki, birinci reaksiyanın entalpiyasında mən Q-sünü tapmışam da. Entalpiya istəyəndə əksinə olacaq. Mən bəs bu oksigenlər ixtisar getmir. Axı eyni tərəfdədir, hara getsin? Hə, Bunun burası ilə bunun burasında tərəfdə. eyni olsaydı aparardı. Hə, amma fərqli tərəfdə olmalıdır. Fərqli, bura ilə bura eyni sapar. Bax, bura ilə bura eyni sapar. Bəs amma məndə bir şey də vardı. O ən yuxarıda, amma yox, onlar da eyni tərəfdə, CO2-lər də eyni tərəfdədir, hə. Bunlar getdi. İndi bax, məsələn, buna uyğun, belə düşür. Deyək ki, verilir ki, 2P üstəgəl, mən birbaşa əmsallaşdırım. 2P xlor 3. 2P üstəgəl 5 xlor 2 alır. 2P xlor 5. P xlor 3 üstəgəl xlor 2 alınır. P xlor 5. Ola bilər indi istilik effekti verilməyib, entalpiya verilir. Fərqinə delta H1, delta H2, delta H3. Məsələn, mənə deyək ki, delta H2-mi, H2-mi fərqi yoxdur, birini tapaq. İndi nə edirəm? İndi nə edirəm, qoy bunu olsun. Yəni bununla buna. Hansının birin sağı ilə birin solu? Və ikincinin, üçüncünün solu ilə o sağa gedir. 2P yox. İkincinin nəyi ilə üçüncünün? Mən onu 3 yazmışsınız, 5 yazmışsınız. Bu 5'ti baba, bu 5'ti. O yukarısındaki Bu da 5'ti, o da 5'ti. 5'ti, bu 3'tü. Onda mən birinci ilə üçüncün o P xlorlarına onunla gedir. Gedər. Elə deyil. Hə. İndi nə deyirəm? Tam getməz. Amma orada İşte 2 bu qalar. bir. İndi yox, qalmaması üçün mən elə eləməliyəm, qalmasın. Avtomatik bunu Vuracağıq. 2-yə vursam, bütün hamısı 2-yə vuracaq. Bəli. 2, bu da 2. Hə. Entalpiya da yazıram ha, simtalizat deyil. Bununla bunun tamamilə getməsi üçün, tamamilə getməyən daha əmsalları bərabərləşdirmək lazımdır. Məsələn, bu 2-dirsə, bunu 2 buya vurdum, avtomatik hamısı 2-yə vurdum. İndi gör nə edirəm? Qoy görün, məsələn, bax, bununla bu gedir, başqa gedən yoxdur. Buna əl vurmadım. Görün, bu əl vurmadığım bir alınırmı? Hər bir baxın. 2 dənə fosfor, üstə gəl. 2 xlordan 3 xlor, cəmi 5 xlor. Əmələ gəlir, burada heç nə yoxdur bu. Düz. Bu ikisini cəmlədim, bu alındı. Deməli, mən bunu tapmaq üçün ikisini cəmlədim. Bunun da entalpiyasını tapmaq üçün H2 bərabərdir. Çıx 2H3. H3, hə. İndi mən H1-i istəsə bundan vurursan, H2 istəsə riyaziyyatda da. Məsələn, entalpiya verilir, mən entalpiyanı tapdım. Birdən deyərdi, ikinci reaksiyanın istilik effektini tapdım. Entalpiyanı tapandan sonra bunu əksinə, bunu mənfiyə vurardı, bu da mənfi olardı. Mənfi delta H1 çıxdı, 2 delta H3. Belə olardı. Aydın oldu? Yəni, HES qanunundan deyəcəyimiz bu qədər. Başqa heç nə yox. Bu qədər. Söz, gedək evə. Goodbye.